Öncə Y-imizə baxaq. Həm kalium UH, həm sulfat turşusu ilə reaksiyaya daxil olmalıdır. O zaman turşunu sildim. Eləcə də əsasla reaksiyaya daxil olmayıb bu iki variantımı sildim. Sink hidroksid ilə berilyum hidroksidi saxladım. Çünki amfoter xassəlidir. Həm turşu, həm də əsasla reaksiyaya daxil olarlar. X-də ya nitrat turşumuz qaldı, ya da magnezium 2 oksidimiz qaldı. Magnezium oksid mümkün deyil. Çünki əsasla daxil olmaz. Variantımız oldu A. Deməli, birinci prosesdə atomun radiusu artır. Yəni, M-dən N-ə gələndə, əgər M sıfırdırsa, elektron itirib ki, atomun radiusu artıb. Yəni, M böyükdür N-dən. İkincidə isə xarici energetik təbəqədə elektron sayı azalır. Deməli, elektron vermişdir. Üzr istəyirəm, N burada mənfi 2 olacaq. Çünki atom radiusu artırsa, elektron almışdır. Deməli, M N-dən böyükdür. İkinci halda isə elektron sayı azalırsa, deməli, elektron vermişdir. 0, bu da olacaq müsbət 2. Deməli, K hamısından böyükdür. K böyükdür, M böyükdür, N. K böyükdür, M böyükdür, N. C variantı. Demək ki, maddələrin həll olmasının temperaturdan asılılığı verilmişdir. Z maddəsi azalıb, deməli, Z maddəsi qaz halındadır, doğrudur. 60 dərəcədə X-in doymuş məhlulu daha qatıdır. 60 dərəcədə ən yaxşı həll olan X olduğuna görə, bəli, doymuş məhlulu daha qatı olacaq. Y-in həll olması təzyiqdən asılı deyil. Y bərk maddədir. Bərk maddələrin həll olması da təzyiqdən asılı deyil. Cavabımız C variantı. Tarazlıqda olan hansı reaksiyada təzyiqi artırdıqda məhsulun mol sayı azalar deyirsə, sola doğru hərəkət eləməyini istəyir. Təzyiqi də artırdıqda V-nin az olduğu tərəf, deməli, solda V-nin az olduğu tərəf A variantı olacaq. Məhlulda hansı reaksiyalar getmir? Birinci reaksiya getməyəcək. Niyə? Çünki ferrum hidroksid, ferrum 2 hidroksid özü çöküntüdür. İkinci reaksiya gedəcək. Çünki amfoter oksid, kalium hidroksid qələvidir. Berium oksid də amfoter oksiddir. Üçüncü reaksiya da gedəcək. Çünki həll olan duzla qələvinin reaksiyasıdır və buradan alınır kuprim OH2 çöküntüsü. Hansı reaksiyalar məhlulda getmir dediyinə görə cavabımız olacaq yalnız bir A variantı. Deməli, zaman keçdikcə kütləsi dəyişmir, deməli parçalanmır. 1 qələvidir, 2 qələvidir, 4 qələvidir. 1, 2, 4 B variantına B-yə gedəcək. 1, 2, 4-ün B-də olan variantımız ancaq 1-dir. X iyonunun elektron formulu bu şəkildədir. Deməli, X-in atomunun elektron formulu olacaq 3s2, 3p4. Deməli, 6-cı qrup elementidir. Müsbət 6 mənfi 2 oksidləşmə dərəcəsinə malikdir. O zaman bizdən yalnız reduksiyacı deyirsə, minimumu götürürük D variantı. Məhlulda həll olan duzun kütləsi B, KH 500 verilib. Bu bizim məhlulun kütləsidir. Ona görə mən bura 1200 minus B yazacağım. Çünki həll olma əmsalında suya bölməliyik. Buradan 3B bərabərdir 1200. B-ni də alırıq 400. Deməli, B oldu 400. 2 variantımız qaldı. İkinci halda həll olan maddəni 60 verib. Məhlulumuzu C verib. Bura C çıxaq 60 yazaq. Vuraq 1000-ə. Bərabər eləyək 1500-ə. 3, 2. Deməli, 120 bərabərdir. 3C minus 180. Buradan 3C'miz bərabər olacaq 200, 300-ə, C də bərabər olacaq 100-ə. XY3 birləşməsinin M qramı 1,5 Na sayda Y atomu saxlayır, amma burada 3Y var. M qramı 1,5 Na sayda Y saxlayırsa, onda bunun 3 dənə Y saxlayanı olacaq 2M. Bu da olacaq nisbi molekul kütləsi, 1 molu. Bir molekulun kütləsi M0 bərabərdir. Mr bölək Na düsturundan hesablanır deyə. Mr-in yerinə 2M qoysaq olacaq 2M bölək Na. Hansı duz H-xlor ilə reaksiyaya daxil olur? Birinci olacaq. Çünki xlorid turşusu karbonat turşusundan güclüdür. Sıxışdırıb çıxaracaq. O da parçalanır suya və karbon qazına. İkinci olmayacaq. Çünki əslində H-xlorla HNO3 eyni qüvvədədir. Onların bir-birini sıxışdırıb çıxarması üçün mütləq oradan çöküntü alınmalıdır. Deməli, 2 olmayacaq, amma 3 olacaq. Cavabımız 1-3-D variantı. Qatılıqlar olaraq birinci, ikinci reaksiyada maddənin qatılığı eynidir. Əslində sürət bərabər ola bilərdi. Amma ikinci halda sinkin xırdalanma dərəcəsi daha çoxdur deyə ikincinin sürəti birincinin sürətindən böyük olacaq.
1 ilə 3-ə baxdıqda isə hər ikisində sinkin kütləsi eynidir, sadəcə qatlıqlar fərqlidir. 3-də qatlıq daha az olduğuna görə sürət də daha az olacaq. B variantı. Biz bu iki reaksiyanı əgər toplasaq, baxırıq ki, burada NO katalizatordur, NO2 aralıq məhsuldur. Başlanğıc maddələrdə SO2 və O2, məhsul da SO3'dür. Məhsul burada B'dir, B SO3 olmalıdır. NO isə katalizatordur D. Çünki dəyişməyib də sərf olunmayıb heç reaksiyaya. D olmalıdır NO. D olmalıdır NO. B bizim məhsulumuzdur, olmalıdır SO3. SO2 və O2 isə başlanğıc maddələrdir. XY3 3-cü və 5-ci qrup elementlərini əmələ gətirdiyi birləşmə ola bilər. 3-cü qrupda sp2 hibridləşmədir. 5-ci qrupda sp3 hibridləşmədir. Deməli, bu 5-ci qrup elementidir. İon rabitə də mümkün deyil 5-ci qrup elementidirsə və olur bizim burada cavabımız XY3 polyar molekuldur. Yalnız 3 A variantı. Öncə reaksiyamızı yazaq. X maddəsi parçalanır Z və Y maddələrinə. X maddəsi 1-dən 0.6-ya düşüb 0,4 sərf olunub. Z maddəsi 0.6 qədər alınıb. Y maddəsi də 0.2 qədər. İxtisar aparsaq 2, 1, 3 oldu tənliyimiz. KT bərabərdir. Y-in kubu vuraq Z bölək X-in kvadratı. Və Y-in kubu, yəni biz burada Y-imiz 0,2'dir dostlar. Bunu düzəldək. Z-imiz 0,6'dır. Z-ə 3 düşəcək. Y-ə 1. Yəni Z-in kubu Y isə belə qalacaq. Y-imizin tarazlıq qatlığı gördüyünüz kimi 0,2'dir. Vuraq. Z-in tarazlıq qatlığı 0,6'dır. Biz onun kubunu yazırıq. X-in də tarazlıq qatlığı 0,6'dır. Onun da kvadratını yazırıq. Və bizim cavabımız olur 0,12. Deməli, burada xlor atomunun sərf olunan elektron sayını istəyir. Diqqətli olmaq lazımdır. 1, 2, 3, 4, 5, 6, 7. Elə oksidaşma dərəcəsinə də uyğun. H xlorda isə 1, 7, 1 C variantı. Kuprim 2 hidroksid çöküntüdür. Deməli, süzmə ilə ayıra bilərəm. Kalium karbonat çox yaxşı həll olur. Deməli, buxarlandıraraq ayıra bilərəm. Benzin də su ilə durultma üsulundan ayrılır hamısı. Deməli, reaksiyaları toplayaraq da işləyə bilərik. Bu şəkildə də işləyə bilərik. NO-nun əmələ gəlmə istiliyi olacaq -90. Suyun əmələ gəlmə istiliyi olacaq 286. NH3 də olacaq. NH3 də olacaq 46. Hess qanununa görə Q bərabərdir. 6 mol su, yəni 6 vuraq 286 plus 4 mol NO, 4 vuraq -90. Topladıq sağ tərəfə, çıxırıq başlanğıc maddəni. Bəsit maddənin əmələ gəlmə istiliyi 0'dır. Başlanğıcda da 4 mol NH3 var. 4 vuraq 46. Olacaq 1172. Birinci reaksiyadan metal reduksiya olunur. Birinci reaksiyadan metal reduksiya olunacaq. Çünki sink feryumdan güclüdür. Sıxışdırıb çıxaracaq. Doğrudur. İkinci reaksiyadan qaz ayrılır. Bu da doğrudur. Çünki əslində orada kalsium reaksiya məhlulda gedir deyə birinci su ilə reaksiyaya daxil olacaq bu şəkildə. İkinci halda da gözləyən əmələ gələn kalsium hidroksid məhluldakı duzla reaksiyaya daxil olacaq. Olur kalsium xlorid, bir də feryum OH2. Deməli, ikinci reaksiyadan qaz da alınır, ikinci reaksiyadan çöküntü də alınır. Birinci reaksiyanın sink atomu oksidləşdirici deyil. 0'dan müsbət 2'yə gedibsə reduksiya edicidir, səhvdir. İkinci reaksiyadan ferrum reduksiya olunur, yanlışdır. Deməli, biz bu reaksiyanın kinetik tənliyini yazsaq, görürük ki, CN2 vuraq CH2'nin kubu olur. Gördüyünüz kimi azot burada 28'dən 14 qrama düşüb. Yəni, mol sayı 1 mol idi, olub 0,5 mol. Yəni, molu 2 dəfə azalıb, qatlığı da 2 dəfə azalıb. Bunu verdik 2'də 1. Sabit həcmli qabda gedir bu reaksiya. Amma bizə deyir ki, nəticə olaraq 4 dəfə artmalıdır. Deməli, 2'də 1, deməli, onda bu hissə 8'ə vurulmalıdır ki, bu nəticə olaraq 4 dəfə artsın. Və burada da 8'ə vurulması üçün hidrogenin qatlığı 2 dəfə artmalıdır ki, 2'nin kubu olsun. Hidrogenin qatlığının da 2 dəfə artması üçün mol sayını da 2 dəfə artması lazımdır. Yəni, əgər 6 qram verilmişdirsə, X olmalıdır 12 qram.
Burada 3 mol idi. Burada oldu 12 qram, yəni 6 mol. Mol sayı 2 dəfə artdı. Sabit həcmli qabdır deyə qatlığı da 2 dəfə artmış olacaq. X bərabərdir 12. Deməli, reaksiyamızı yazaq, əmsallaşdıraq. Və bizə bərabər həcmdə götürülüb 8 qram artıq qalmışdır deyir. Bunları birin birə götürsəm, 28 qram, 32 qram götürsəm, bu 1 moludur. Dəm qazının 2 molundan oksigenin 1 molu sərf olunursa, bunun 1 molundan da oksigenin 0,5 molu sərf olunacaq. Yəni bundan 16 qram sərf olub 16 qram artıq qalacaq. Bizə lazımdır ki 8 qram artıq qalsın. O zaman yarım mol götürürəm. 14 qram birini götürürəm. 0,5 mol. 16 qram da birini götürürəm. 0,5 mol. Amma bunun 2 molu ilə bunun 1 molu reaksiyaya daxil olursa, bunun da 0,5 molundan oksigenin 0,25 molu daxil olacaq. 0,25 mol oksigendə 8 qramdır. Deməli, bundan 8 qramı sərf olunub, 8 qramı artıq qalacaq. Artıq qalanı yazdıq bir kənara. Bir də alınanı hesablamaq lazımdır. Biz bunu 0,5 mol götürdük dəm qazını. 2 mol dəm qazından 2 mol karbon qazı alınırsa 0,5 moldan da 0,5 mol karbon qazı alınacaq. Karbon qazının demeri 44 olduğuna görə 0,5 molda olur 22 qram. Cəmi olur 30 qram. Y2-yə görə sürətimiz 0,4-dürsə, X2-yə görə sürətimiz 0,2-dir. V bərabərdir 0,2. 10 saniyə ərzində və həcmi 1 litrdir. Neçə mol? Nü-nu soruşur bizdən. 0,2 bərabərdir. Nü bölək 10 vuraq. 1 eləyəcək 10. Nü də bərabərdir 0,2 mol. Deməli, qabın həcmini 2 dəfə azalarsa, reaksiyanın sürəti 8 dəfə artar. Birinci reaksiyanın kinetik tənliyi V bərabərdir K vuraq S, S onun kvadratı vuraq S O2. Baxırıq ki, burada əgər qabın həcmi 2 dəfə azalarsa, təzyiq 2 dəfə artacaq. O zaman bunu da 2-yə, bunu da 2-yə vursam, 2-nin kvadratı vuraq 2 olacaq 8. Getdi A'ya. Təzyiqin artması tarazlığın məhsulların alınması. Təzyiqin artması V-nin az olduğu tərəfə. Hansı halda məhsul tərəfdə V azdır ona baxırıq. Burada 3-dür, burada 2-dir. Deməli, B də gedir bura. Dəyişdirilməsi tarazlığın geri dəyişməsinə təsir etməyəcək. Deməli, həcmin bərabər olduğu hala baxırıq. Bu da gedir 2-yə. Temperaturun artması, temperatur artanda mənfi Q tərəfə gedir. Tarazlığı sağa yönəldir. Sağı mənfi Q olan birləşmə parçalanma mənfi Q-dür. Deməli, D gedəcək 3-yə. Təzyiqin artması tarazlığı V-nin az olduğu tərəfə aparır. Təzyiqin artması V-nin az olduğu tərəf başlanğıc tərəfə deyir bizə. Baxırıq ki, hansı halda başlanğıcda V azdır, o da 3-də. Y də gedəcək bura. Ortofosfat turşusunun kalium hidroksidlə reaksiyasını verib bizə. Deməli, 0,1 molun 0,2 mola, yəni 1-in 2-yə. Alınacaq kalium 2 HPO4 və 2 mol su. Alınan duzun növü turş duzdur. Adı da kalium hidro ortofosfat olacaq. Alınan duzun, yəni kalium hidro ortofosfatın 1 mol ortofosfat turşusu ilə reaksiyasını quraq. Olacaq kalium dihidro ortofosfat. Və M-i hesablayaq. Deməli, biz 2 mol kalium hidroksid və 1 mol ortofosfat turşusunun reaksiyasını yazdıq. Çünki bizə bunu 0,2, bunu da 0,1 mol vermişdi. Olur kalium 2 HPO4 və 2 mol su. MR-ini hesablasaq, MR-i 78 plus 1 plus 31 plus 64. Deməli, 79 və 31 eləyəcək 110 plus 64, 174. Amma bu 2 mola görədir. 2 mola görə 174 qram alınırsa, 0,2 mola görə də alınır 17,4 qram.